Devam edirik əziz tamaşaçılar. Oyun hələ ki yekunlaşmayıb. Hələ ki devam edirik. Qəbələnin oyuncusu yerdə qalıb. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki həm bu oyuna həm də gələn həftə keçiriləcək Şimal Hyperscuba və Şəmkir Lerik oyunlarına canlı şəkildə izləmək şansınız olsun. Baş məşqçiləri bir daha xatırladım deməli. Qəbələnin baş məşqçisi Kakabert Tıxğası, Cəbrailin baş məşqçisi isə Elşən Nəzirli. Oyunun da baş hakimi Rəvan Həmzəzadə. Artıq Qəbələnin növbəti qələbəsi reallaşa bilər. Artıq hakim topu Cəbrailin oyuncusuna verir. Cəbrailin oyuncusuna da xəbərdarlıq olunur. Artıq 89-cu dəqiqə başlayıb. Qəbələ indi pressing eləyəcək və Cəbrail bu hücumun qabağından çıxa biləcəkmi? Və hələ ki oyun davam edir. Qəbələ indi topu uzaqlaşdırdılar və top meydandan çıxır. Out Qəbələnin. Görək hakim ikinci hissəyə neçə dəqiqə əlavə edir. Birinci hissəyə 1 dəqiqə əlavə eləmişdi. Qəbələ indi pressing eləyir. Səlahiyyət Ağayev topu saxlayır. Oyun hələ ki yekunlaşmayıb. Out Qəbələnin də. Qəbələ indi paslaşır. Əla bir pas. Və Cəbrailin qapısı yerindədir. 91-ci dəqiqə gedir. Son bir hücum təşkil etmək istəyir Cəbrail. Əla pas. Hələ ki hücum davam edir. Out Qəbələnin. Out Qəbələnindir. Cəbrailin də hücum qurmağa çalışacaq son dəqiqələrdə. 92-ci dəqiqə gedir. Desən 2 dəqiqə əlavə edib hakim. Və oyun bitti. Sağ olun, salamat qalın.